Salam uşaqlar. Bugünkü dərsimizdə 8-ci sinif 3-cü bölmədə kimyəvi tənişlər olacaq. Bugünkü dərsimizin əsas məqsədi 7-ci sinifdə keçirilən söz tənişləri ilə kimyəvi reaksiyaların söz tənişlərinin ifadəsini artıq onun simvollarına yazışın öyrənəcəyik və reaksiya daxil olan və reaksiya nəticəsində alınan maddələrin kimyəvi tənişlərin yazılma qaydaları dərsdə açıq şəkildə izah edəcəyik. Şəkildə gördüyümüz kimi burada 7-ci sinif kimya dərsindən elementlərin simvollar, tanış olmuşsunuz, kimyəvi birləşmənin kimyəvi formullar, kimyəvi reaksiyaların isə söz tənliyi ilə ifadə olunduğunu bilirik. Burada elementlər var. Həmin bu elementlərin göstərilən burada bu şəkildə elementlərin simvollarıdır. Bunlar kimyəvi birləşmələrin formullarıdır. İşarələrin kimyəvi birləşmələri. Söz tənlikləri də yəni hidrogen, oksigen reaksiya daxil olur, su əmələ gəlir. Bu kimyəvi reaksiyanın söz tənliyidir. Və bu şəkildə ifadə olunur. Kimyəvi tənliklərin yazılma qaydasını bu dərsdə öyrənəcəksiniz. Və belə bir sual ünvanlanıb, reaksiya tənliklərini elementlərin simvollarına və kimyəvi birləşmələrin formullarını istifadə etmək, necə ifadə etmək olar? Misal üçün, burada göstərə bilərik H2 hidrogen, oksigen də O2, oksijası H2O. Bu olduğu kimyəvi tənlik. Bunun da ətrafını sizə izah edəcəm. Hidrogenin və metanın yanma reaksiyasının formulları ilə ifadə olunmuş tənliyin necə olar? Hidrogenin yanma. Yanma nədir? Yanma maddələrin oksigenlə qarşılıqlı təsirli olması. Hidrogenin artıq biz formulunu bilirik. Yanma, yəni oksigenə qarşı. Yəni hidrogen oksigende yanması tənliyidir. Bak, gördüyümüz bu tənliyi hidrogen və burada bunun cavabını vermiş olur. Metanın yanma reaksiyasının formulu. Metan yazılanda CH4 yazılır. Keçən illərdə 7-ci sinifdə keçmişik, bu dərslərdə də təkrar olunur. Yanma, yəni oksigen reaksiya daxil olmasıdır və burada arada söz tənliyini soruşar sizdən. Metan sözünü yazılır. Metan plus oksigen, metan plus oksigen şərəsi qoyulur ya bərabərliyi qoya bilərik. Siz bunu tam bu dərsləri oxuduqdan sonra başa düşəcəksiniz. Bu zaman karbon qazı əmələ gəlir. Karbon qazı plus su. Bu oldu bu reaksiya. Metanın yanma reaksiyasının formulları ifadə olunmuş. Necə olar? Metanı bu şəkildə yazılır. CH4 plus oksigen şərəsi qoyulur. Karbon qazı CO2 plus H2O. Artıq biz nə ifadə elədik? Söz tənliyini yanma reaksiyanın formullarını ifadə etdik. Bu oldu kimyəvi tənlik. Kimyəvi reaksiyaların ifadə etmək üçün reaksiya daxil alınan maddələrin formullarını daxil olan tənliklərin istifadə olunur. Bu tənliklərə kimyəvi tənlik deyilir. Baxın, yazdığımız burada gördüyümüz kimi demək bu kimyəvi reaksiyadır. Burada formullar, maddələrin formulları var. Reaksiya daxil olan maddələr tənliyin sol tərəfindədir. Reaksiya məhsulları isə sağ tərəfdə yazılır. Ox şərəsi qoyub sağ tərəfdə yazılır. Burada əmələ gələn maddələrin formulu karbon qazı və sudur. Reaksiya daxil olan metan və oksigendir. Buna kimyəvi tənlik deyilir. Kimyəvi reaksiyanın kimyəvi formulları və riyazi işarələr şərti yazışılır kimyəvi tənlik və reaksiyanın kimyəvi tənliyi necə tərtib olunur? Aşağıda bir neçə reaksiya verilir. Azotun hidrogenlə reaksiyası. Azotu N2 yazılır plus H2 hidrogenlə reaksiyası. Alüminiumun yanması. Ben bunu buraya sıkıştıramayacağım. Biraz alüminyum plus O2.
Kalsium xlor arasında baş verən reaksiya kalsium plus xlor şəkildə yazılır. Natriumun küçülmə reaksiyası natrium plus S. Kalium oksid və xlor turşusundan kalium xlorid və suyun alınması. Artıq burada söz təmini verilir. Bunu rahat yazmaq olar. Kalium oksid plus xlorid turşusu. Əmələ gəlib oxşarız qoyuruq. Kalium xlorid plus su. Kalsium hidroksid artıq belə yazılır. Xlorid turşusu H-xlor reaksiyası yazılır. Bunun kalsium xlorid və su əmələ gəlir. Bunu bu şəkildə yazılır. Müzakirə edilən olur ki, hər bir reaksiyanın təmin yazılması hansı arzuda aparırdınız? Deməli, burada biz bildik ki, hansı maddələr reaksiyaya daxil olur. Reaksiyaya daxil olan maddələri yazıb, oxşarası qoyulur. Reaksiya məhsulları yazılmalıdır. Sonda. Mən bunu bildiyimə görə yazıram amoniak NH3. Burada alüminium 2 əmələ gəlir. Kalsium xlorid. Burada reaksiya məhsullarını da bu şəkildə burada yazdım. Reaksiyaların kimyanın tənliyinin tərkibi üçün hansı qaydanı təşkil edərdiniz? Bir neçə qaydalar var, həmin qaydayla tanış olacaq. Dərs prosesində verilən suallar olduğuna görə, yəni sizə müxtəlif sual, orada fikirlər olacaq. Onu müzakirə etdikdən sonra bu hissədə izah olundu sinifdə. Kimyəvi reaksiyalar, kimyəvi tənliklər aşağıdakı arzuda tərtib olunur. Reaksiya daxil olan maddələrin kimyəvi formulu yazılır. Bayaqları yazdığımız kimi. Bu zaman reaksiya daxil olan maddələrin sayı 2 və daha artıq olduğu onların formulu arasında plus işarəsi qoyulur. Bayaqları görün. Yazdıqda burada 2 və daha çox olduğuna görə plus işarəsi qoyulur. Reaksiya daxil olan maddələrin sayı 2 və daha çox olduğu plus işarəsini qoyulur. Plus işarəsi qoyulur. Sonra ox işarəsi qoyulur. Reaksiya alınan maddənin kimya formulları yazılır. Əgər 2 və daha çox arasında plus işarəsi qoyulur. Belə ki, kimyəvi tənlik bu şəkildə yazılır. 7-ci sinifdə belə bir təcrübə aparmışdı ki, xlorid turşusu və çay sodası. Burada natrium xlorid və karbon qazı və su əmələ gəlir. Və bunun söz təmliyini ifadə olunmuşdur. Burada reaksiyaya daxil olan maddələrin formulu yazılmalıdır. Xlorid turşusu və çay sodası yazılır. Bu şəkildə yazılır. Və əmələ gələn maddələr sonra ox işarəsi qoyuldu. Birinci qoyuldu. İkinci ox işarəsi qoyuldu. Üçüncü də reaksiyadan alınan məhsullar bu şəkildə yazılır. Burada başlanğıc maddələr burada H-xlor, yəni xlorid turşusu və çay sodasıdır. Və ya bunların reagentlər də deyilir. Reagent, başlanğıc maddə eyni anlayışdır. Reaksiya məhsulları və bu hissələr. Xlorid, karbon qaz, su. Və burada da ifadə olunur. Dərsimiz bu qədərdir və dərsin nəzəri hissəsi bu qədərdir və öyrənib tətbiq edin. İşləyəcəksiniz. Dərs zamanı yoxlayacaq. Öyrəndiklərinizi yoxlayın. Bunları da işləyirsiniz. Sağ olun.